Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bu gecə Ramazan ayının 3-cü Qədir Əhya gecəsidir. Quran-ı Kərim 23 il müddətində Məhəmməd Peyğəmbərə sallallahu aleyhi və səlləmə hissə-hissə Qədir gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son 10 gününün tək gecələrinin birində Ramazan ayının 21-i, 23-ü, 25-i, 27-si və 29-cu günü qeyd edirlər. Bu gecədə dua etmək, edilən günahlar üçün uca yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir. Qeyd edək ki, sonuncu Qədir gecəsi martın 26-sında olacaq. Martın 30-u və 31-i Fitr Ramazan bayramıdır. Nazirlər Kabineti müvafiq qərarına əsasən martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.